Qızlar, sizinlə inanılmaz bir nəticəmi bölüşüm. 2 gündür boğazımda elə bir qıcıqlanma, öskürək yarandı ki, danışmağıma və gecə yatmağımda çox narahatçılıq verdi mənə. Amma mən zink mineralını fərqli şəkildə qəbul edərək çox gözəl bir nəticə aldım. Necə qəbul edirəm? Bir kapsulasını günortalar bütöv şəkildə, bir kapsulasını isə açıb tozunu dilimin üstünə tökdüm, ağzımda isladaraq qəbul etdim. İnanın Allaha, boğazımda olan qıcıqlanmanı, öskürəyi tamamilə aradan qaldırdı, çox gözəl bir nəticə aldım. Əgər siz də belə bir problemlə üzləşərsinizsə, sizə belə bir problemlə müraciət edən olsa, zink mineralını bax bu şəkildə verin, qəbul etsin. Çox gözəl bir nəticə əldə edəcəksiniz. Hər kəsə şəfa olsun. Qızlar, sizinlə inanılmaz bir nəticəmi bölüşüm. 2 gündür boğazımda elə bir qıcıqlanma, öskürək yarandı ki, danışmağıma və gecə yatmağımda çox narahatçılıq verdi mənə. Amma mən zink mineralını fərqli şəkildə qəbul edərək çox gözəl bir nəticə aldım. Necə qəbul edirəm? Bir kapsulasını günortalar bütöv şəkildə, bir kapsulasını isə açıb tozunu dilimin üstünə tökdüm, ağzımda isladaraq qəbul etdim. İnanın Allaha, boğazımda olan qıcıqlanmanı, öskürəyi tamamilə aradan qaldırdı, çox gözəl bir nəticə aldım. Əgər siz də belə bir problemlə üzləşərsinizsə, sizə belə bir problemlə müraciət edən olsa, zink mineralını bax bu şəkildə verin, qəbul etsin. Çox gözəl bir nəticə əldə edəcəksiniz. Hər kəsə şəfa olsun.